Salam aleykum dostlar. Bugünkü videomuz Haunted House filmindən olacaq. Ay bilə, deyəsən mənə soxuflar. Kamera işləmir. Vay, sən demə qapağı çıxarmaq lazımmış. Oba. Habı qaqaş əlinə kamera keçəndən başlayır qabağına çıxan hər şeyi çəkmağa. Habı xala da öyləndə qulluqçu işləyir. Xala salam de. Nətəsiz? Qırıl. Bir ara səndən uzaqlaşmaq istədim. Habı qaqaşın Şəli adlı it olur ki, onu hamıdan çox istəyir. Bir gün Habı qaqaşın sevgilisi köçüb gəlir qaqaşla yaşamağa. Habı moment Şəli çıxır çölə, qız da təsadüfən iti vurub mundar eləyir. Dur ayağa Şəli, dur. Az oradan mənə tox gətir. Davay, Honda. Qarşılar itini öldürdülər, kömək eləyin kifayət xala. Az tez asad xidmətə zərf var. Zaman getdi, heç cütləşməmişdi. Şəxsi. Bir sözlə qız köçür qaqaşın evinə və başlayırlar bir arada yaşamağa. Kim gecə paltarımı giyinib gəlim? Uğraşdı yalan deyə Habı gecə partlayış olacaq. Yetim həvəslə soyunub girir yerinə. Sən gecə giyimin Habıda uşaq boxu niyə yaxmısan sifata? Hələ başındakılarda bax, qaz durbasına oxşayır. Yolda görsən bombuş deyib nəzir verərəm. Az davay dinən cürə. Üzümü yara basıb bir nəzir verir. Hablar yerlərini rahlayıb yatırlar. Qız gecənin yarısında başlayır. Fobilə, bu nə idi? Abla qamışlığı hissi gəldi. Elə bir götündə kimsə yaşayır. Qaqaş kamerası ilə konkret paz olur. Cəmaata rahat sıçmağa da icazə vermir. Ay bilə, çəkmə də. Oxay iynə, yasəmənli, gül çiçək, gəla. Ətir deyə ətir. Habı qaqaş həm də pinti şey olur. Hər yeri sıçıb batırır, arxasıca təmizləmir də. Pinti olma da səliqəli ol. Az o mən eləmişəmsə başıma daş düşsün. Nə zor oldu? Zart.